Salam değerli yoldaşlar. Bugün sizlerle çetin tipli RFM yarım final sınavına bakacağıq. Deməli, sualda bizə deyir ki, verilmiş ifadələr aşağıdakılardan hansı maddəyə aiddir? Bərk aqrət halındadır. Elektrik cəryanı keçirir. Ağlımıza ilk anda metal gəlir. Oxuyuruq ki, istidən genişlənmir. Metallar istidən genişlənirdi, soyuqdan sıxılırdı. Zərbənin təsirindən ovulur. Metallar zərbənin təsirindən əyilib bükülürdülər, plastik xassəli idilər. Amma bu zərbənin təsirindən ovulursa, istidən genişlənmirsə, bu qeyri-metal ola bilər. Bəs yaxşı, qeyri-metallardan elektrik cəryanı keçirən var mıydı? Var. Qrafit elektrik cəryanını keçirir. Qara fosfor elektrik cəryanını keçirir, qeyri-metal olsalar da. Daha sonra, arkadaşlar, ifadələrdən hansılar doğrudur? Termometrlərdə civədən istifadə olunmasının səbəbi istiliyi ən yaxşı keçirən metal olmasıdır. Məsələn, ən yaxşı keçirən metal demək doğru deyil. Termometrlərdə civədən istifadə olunmasının səbəbi onun, yəni, istiliyi yaxşı keçirməsi. İstiliyi yaxşı keçirməsi. Yəni, o istiliyi keçirib nə edir ki zaten? Onun istidən genişlənməsi önəmlidir. İki dənə əsas civənin orada istifadə olunmasının əsas səbəbi var. Bir, adi şəraitdə maye halda olması. İki də ki, onun istidən genişlənməsi maraqlıdır bizə. Deməli, birinci şərt yox. Adi şəraitdə maye halda olan istənilən maddə yox. Adi şəraitdə məsələn, maye halda olan bromu biz termometrləri istifadə edə bilərikmi? Yox, eləyə bilmərik. Niyə? Çünki onun istidən genişlənməsi lazımdır ki, qızdırma olanda istidən genişlənib daha yuxarı temperatura, məsələn, daha yuxarı şkalanı göstərə bilsin də, belə deyək, genişlənəndə. Ona görə mütləq maye halda olması yox, metal olması da lazımdır ki, istidən genişlənsin. İki də səhvdir. Qızdırması olan xəstə termometr istifadə etdiyi zaman termometrin göstəricinin qalxmasının səbəbi civənin istidən sıxılaraq, yoldaşlar, yuxarı qalxmasının səbəbi göstəricinin termometrin istidən genişlənməsidir, sıxılması yox. Ona görə cavab olur yalnız 4. Daha sonra şəkildə yoldaşlar nə verilib bizə? Almaz da, qrafit də. Hər ikisi karbon atomlarından ibarətdir. Yəni tərkibi karbon atomlarından ibarət olması hər ikisi üçün ümumidir. Almaz bərkdir, qrafit bərk deyir. Elektrik cəryanını qrafit keçirir, almaz keçirmir. Biri keçirir, biri keçirmir də. Yəni bu ortaq deyil. Sonra A və B maddələrinin ərimə və qaynama temperaturları haqqında məlumatlar verilib. A və B maddələri 20 dərəcə temperaturda maye aqreqat halındadır. A və B maddələri hər ikisi 20 dərəcədə maye aqreqat halındadılarsa, onda bunlar daha tez qaynamalıdırlar. Yəni 20-dən əvvəl artıq, üzr sayın, qaynama dedim. 20-dən əvvəl artıq əriməlidirlər ki, daha tez əriməlidirlər. Ərimə temperaturları gərək 20-dən kiçik ola ki, 20-də artıq hər ikisi əriyib maye halında olsun. Məsələn, A maddəsi əgər 30-da əriyirsə, axı 20 dərəcədə bu maddə, 20 düşür bura. 20 dərəcədə axı A maddəsi əriyə bilməz. Maye halda ola bilməz A maddəsi. Ona görə gərək mütləq A qrafiki ola, A cədvəli ola bilməz. A bəndindəki cədvəl. Çünki 20 dərəcədə maye halda olması üçün ikisinin də əriməsi 20-dən əvvəldə yerləşməlidir. 20 dərəcədən əvvəldə. Digərlərində ərimələr 20-dən balacadır. Bunlar bizə uyğundur. 50 dərəcə temperatur isə sadəcə B, 80 dərəcə temperatur isə hər ikisi qaz aqreqat halındadır. 50 dərəcə sadəcə B. A qrafiki, A cədvəlini silmişəm. Bu heç qalıb digər cədvəllər. 50 dərəcədə sadəcə B qaz halındadır. Baxıram ki, 50 dərəcədə baxıram bura. Məsələn, burada bu cədvələ baxaq, bu D bəndidir. Bu cədvələ baxanda görürəm ki, burada yoldaşlar, deməli, burada 50 dərəcə, bax, qaynama, temperatur qoysam 50 dərəcə A-nın qaynamasından böyükdür. 50 dərəcə B-nin də qaynamasından böyükdür. O zaman 50 dərəcədə A da B də qaynamış olardı. Bu bizə yaramır. B bəndəki qrafikdə isə 50 dərəcədə burada A-nın qaynaması 55-dir, B-nin qaynaması 75-dir. 50 dərəcədə bunların heç biri qaynamaz. Hələ bu qaynayacaq yuxarı temperatur. 55-də, 75-də. Mən 50-də deyirəm ki, B gərək qaz olsun, 80-də hər ikisi qaz olsun. Axı 50-də heç hələ A da B də heç biri bunların qaz halında deyil.
Amma C bəndinə baxsaq, B maddəsi 40 dərəcədə qaynadığı üçün 50 dərəcədə artıq B maddəsi qaz halında olacaq. A maddəsi isə 75-də qaynadığı üçün 80 dərəcədə bu da qaz halında olacaq. Deməli, 50 dərəcədə B qaz halındadır, 80 dərəcədə hər ikisi qaz halındadır. Bu C qrafikinə uyğun gəlir. İstiliyin ötürülməsi yoldaşlar. İstilik həmişə isti cisimdən soyuq cismə ötürülür. İstidən soyuğa. İsti cisim soyuğa verir. O özünə nəzərən daha soyuğuna, yəni istilik həmişə istidən soyuğa doğru ötürülür. Əgər B cisminin temperaturu bax, ötürülmə verilib A-dan B-yə, B-dən C-yə. Onda əgər B-nin temperaturu 40-dırsa, A istiliyini B-yə ötürürsə, gərək A B-dən daha isti olsun. A gərək 60-70 olsun. B də C-yə ötürürsə, C deməli 40-dan balaca olsun gərək. 20, 10 belə bir şey olsun gərək. İçlərində ən soyuq olanı C-dir. Doğrudur. A cisminin temperaturu 25 ola bilməz. 60 falan 40-dan böyük bir qiymət almalıdır. Ola bilməz. Bu da doğrudur. C cisminin temperaturu 5 dərəcə ola bilər. 40-dan balaca olmalıdır. Bu da doğrudur. Yəni 40-dan balaca mən 20-ni şərti yazmışam da. 10 da yaza bilərəm, 5 də yaza bilərəm. Yetər ki 40-dan balaca olsun C cismi. B cismi A-dan isti, B cismi A-dan isti, C-dən soyuqdur. Yox, əksinə. B cismi A-dan soyuq, C-dən istidir. D bəndi səhvdir. Temperaturları yazmışam onsuz. Daha sonra verilmiş şəkillərdə nə görünür? A, B-dən əgər eyni həcmlə qablardırsa, eyni həcmdə ABC maddələri mövcudsa, yəni. Burada A, B-ni tərəzidə basdığı üçün aşağıya doğru, deməli A daha ağırdır. A-nın sıxlığı böyükdür B-dən. Rho A böyükdür Rho B-dən. B isə C-ni tərəzidə daha üstünlədiyi üçün B-nin sıxlığı isə C-dən böyükdür. Cümləyə baxıram ki, A və B maddələri bir-birində həll olur. A və B bir-birində həll olursa, A ilə B arasında təbəqə yarana bilməz. Onlar homogen məhlul yaradacaqlar. Ona görə A ilə B homogen, yəni bir-birində həll olur. C və D qrafikləri ola bilməz. A ilə B-nin sıxlığına baxsaq, A-nın sıxlığı B-dən, B-də C-dən ağırdır. O zaman içlərində ən yüngülü C-dir. Ən yüngülü C olduğu üçün C ən üstə qalmalıdır. Ona görə A bəndi doğru qrafikdir. Daha sonra hansı ifadə doğrudur? Qablardan birində saf maddə, ikisində isə qarışıq var. Qablardan birində saf maddə, baxıram ki, qablardan birində, bax bunda da saf maddə var. Burada da saf maddə var. Yəni sadəcə hər hansısa bir qaz molekuludur. Burada da hər hansısa bir qaz molekuludur. Burada isə yoldaşlar qarışıq var ha bəndə. Qablardan birində saf maddə, yox, ikisində saf maddə var. B qabında neon qazı ola bilər. Ola bilməz. Neon qazı tək atomlu yazılır. Təsirsiz qazlar, helium, neon, argon, bunlar tək atomlu formada yazılmalıdır yəni. Molekul, iki atom birləşib molekul yaratmır. Oksigen qazı, azot qazı belə olsa da bilərdi. A qabında hidrogen qazı və azot qazı qarışığı var. Hə, çoxu yoldaş cavabı bunu seçmişdi sınaqda. Bu səhvi eləməyək yoldaşlar. Hidrogen və azot qazları. Mən buna məsələn hidrogen qazı desəm, axı buna azot qazı desəm, hidrogenlə azotun görüşməsindən NH3 molekulu alınmalıdır. Axı bu NH3 molekulu deyil, iki atomlu molekuldur. Azotla hidrogen belə molekul yaratmır. Ona görə C bəndi doğru deyil. A qabındakı molekulların reaksiyası nəticəsində C qabındakı molekullar alınmışdır. Və hər iki molekuldan müəyyən qədəri artıq qalmışdır. Hə, bunu yoldaşlar necə müəyyən edə bilərik? Bax, mən burada görürəm ki, 1, 2, 3, bir dəqiqə gözləyin, üzürü baba. Göyləri ayrı sayım. 1, 2, 3, 4, 5. 5 dənə göyrəkli molekulum var. 5 dənə X2 deyək ki. 1, 2, 3, 4, 5, 6 dənə də qırmızı molekulum var. 6 dənə də qırmızı rəngli molekulum var. 6 dənə də Y2 deyim, tutaq ki də məsələn. İndi burada baxıram ki, yoldaşlar, mənim bu aldığım molekullar neçə dənədir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə. 9 dənə molekul almışam. 9 dənə molekulun biri qırmızıdır, biri göydür də. Ona 9 dənə molekul da
bir saymıram da 9 dənə x var, 9 dənə də y var deyək ki. Axı mənim reaksiyamın sol tərəfində 5x2 6 dənə y2 var idi. Yəni 10 dənə x var idi. 12 dənə y var idi mənim reaksiyamın sol tərəfində. İndi şərti olaraq burada mən saylar şərti göstərilir də yəni. Deməli x-dən və y-dən müəyyən qədəri artıq qalır. X-dən və y-dən müəyyən qədəri artıq qalır. Bu şərtə görə. Daha sonra Yaran müəllim şagirdləri muzeyə gəzintiyə aparıb. Gəzinti zamanı şagirdlər arasında dialoq yaranıb. Kralın başında olan tac mənə hansısa maddənin molekul modelini xatırladır. Ləman da deyir ki, bəlidir. O həm də o kimyəvi elementdir. Deməli, kralın başında olan tac yoldaşlar belə bir sanki quruluş kimi düşünün. Bu nədir? Bu kristallik kükürtdür. Tacvari quruluşu var idi. Nilüfer də deyir ki, bəli deyir. O sabunun hazırlanması bəzi müalicəvi sabunlarda da deyir ondan olur. Bu nədir? Təbii ki, kükürt. Yəni burada artıq biz nə edirik? Həm onun tətbiq sahəsinə toxunuruq. Bilirik ki, kükürt müalicəvi, dəri müalicəsində istifadə olunan sabunlarda istifadə edilir. Həmçinin kükürt deməli 8 atomlu S8 molekulu tacvari quruluşa malikdir. 8 dənə kükürt tacvari quruluş yaradır. Bu da kristallik kükürtdür. Kimin nədən xəbəri yox idi? Dalton deyəndə demişdi ki, bilyard topunu oxşatmışdı. Yəni içi dolu bərk külə demişdi. O yazığın nə elektrondan xəbəri var idi, nə başqa bir şeydən. Onda burada məlumatı yox idi elektronlar barəsində deyə bilərik. Təbii ki, dövr üçün həddən ziyadə böyük alimlər olublar. Həddən ziyadə, yəni belə deyək də, kifayət qədər elmli alimlər olublar. Sadəcə indi o dövr üçün kifayət eləməyib də, elm texnologiyada kifayət eləməyib ki, hər şeyi artıq müəyyən edə bilsinlər. Bizim dövrümüzdəki şanslar onların əlində olsaydı, bəlkə də nələr eləyərdilər, təbii ki. İndi o dövr üçün eləyə biləcəyinin maksimumunu eləyib, yəni, rəhmətlik. Daltonda elektronlar haqqında məlumat yox idi. Bəli, yox idi. Thomsonun neytronlar haqqında məlumat yox idi. Thomson demişdi ki, elektronlar və protonlar düşmüşdü Bulka modeli kimi, yəni homogen olaraq paylanıb. Bu da doğrudur. Thomsonda neytronlar haqqında məlumat yox idi. Protonlar və elektronlar haqqında məlumat vermişdi bizə. Rutherford atomun mərkəzində nüvəsində müsbət üçlü nüvənin olduğunu müəyyən etmişdir. Rutherford bəli, müsbət üçlü nüvənin olduğunu demişdi bizə. Rutherfordun elektronlar haqqında məlumat yox idi. Yox, Rutherford demişdi ki, müsbət üçlü nüvə var və müsbət üçlü nüvənin ətrafında mənfi üçlü elektronlar hərəkət edir demişdi. Rutherfordun elektronlar haqqında məlumatı var idi deməli. Bu səhvdir, deyə səhvdir. Kükürdün 4 müxtəlif izdə bu yayılmışdır. Deməli, kükürd 16-dırsa, kükürd 32-də 17 neytron var. Kükürd 33-də deməli 16-dırsa, üzrürsən bu 16-dır. Kükürd 33-də 17 neytron var. Kükürd deməli 34-də kükürd 34-də 16, 18 neytron var. Kükürt 36-da isə 16, 20 neytron var. İndi kristallik kükürtdə S8-dir. Kükürt molekulunda bu atomların hər birindən olarsa, bu molekulda maksimum neçə neytron ola bilər? Yoldaşlar, kristallik kükürt 8 dənə kükürt atomu deməkdir. Bax, bunlardan hər birindən olmalıdır demişəm sualda. Hər birindən olmalıdır. Və neytronların sayını maksimum istəyirəmsə, bunun 16 neytronu var, bunun 17, bunun 18, bunun 20. Əgər mən neytronun sayını maksimum istəyirəmsə, 8 kükürtdən maksimum çalışmalıyam ki, S16, 20, 36. 20 neytronlu izotop daha çox sayda olsun. Çünki bunun neytronu çox olduğu üçün bu atomdan çox olması neytronların sayını maksimum edəcək. Amma 8 dənədən məcburam ki, hər birindən heç olması olsun da, hamısından var. Onda bunları minimum sayda verirəm. Bundan bir dənə verirəm. Bu birisindən də bir dənə verirəm. Bu birisindən də bir dənə verirəm. Bunları az-az limitləyirəm. Yerdə qalan neç dənə qalırsa, hamısını verirəm küçük 20-liyə. Yəni 36 izotopa. 8 dənədən 1, 1, 1 verdim mi? 5 dənəsini də buna verdim. Deməli 5 dənəsi bundadırsa, 5 vur 20. 20 neytronu var axı. 100 dənə burada neytron. Plus 16 dənə
Kükürt 16, 32'li izotopda, plus 33'lü izotopda 17 dənə, 34'lükdə 18 dənə. Bunları cəmləyirəm yoldaşlar. 16, 17, 33, bu da 43, 51. Səhv hesablamadımsa 151. Yenə hesaplayarsınız. Yəni burada yazdım. Deməli, davamında elektron sayı. Arkadaşlar burada deməli hesablasaq yazmalıyıq ki 2x plus 7 oksigen. Yəni 7 vur 8, 56 plus 2. Oksigenin 8 elektronu var da. 2x plus 56. Arkadaşlar bunlar, yani mesela burada oksigenin 8 elektronu olduğu, tabii ki bu size verilir. Ben sualların bəzilərində vermişəm bunu ki, digərlərində verilməyə ehtiyac duyulmuyor. Həmçinin online sınaqda, amma təbii ki, real imtihanda bunların hamısı sizə verilir lazım məlumatlar. Oksigenin 8 elektronu var. Deməli 2x plus 56 plus 2 bərabərdir 106'ya. Buradan deməli 106 çıxılsın, 106 çıxılsın. Qalır 48, 2x bərabərdir 48, x bərabərdir 24. O birisində 2y plus 56 plus 4, yəni 7 vur 8, 56 plus 4. O da bərabərdir eləyir 90. Yox, plus 4, hamısını yazdım da. 2y bərabərdir düşür buradan. Neçəyə? 40-a yoxsa 30-a? Bu 60 elədi. 30-a. Y də bərabərdir düşür 15'ə. Deməli, Y-in 15 elektronu var. X-in də 24 elektronu var. 3 dənə X. 3 vur 24. 3 vur 24 ne deyir? 72. Üstə gəl. 2 dənə də 15'in eləyir 30. 72 plus 30 da deyir 102. Həmişə iyonların üzərində 2 mənfi yazılarsa, oradakı atomların elektronunun sayının üzərinə iyonun yükündəki 2 mənfidirsə, yəni bu o deməkdir ki, bunun 2 elektron artığı var. 2 elektron çoxdur burada. Tapdığın elektronların üstünə 2 gəlirsən. 4 mənfidirmi? 2 dənə Y, o 7 dənə oksigeni cəmləyib üstünə 4 gəlirsən. Yox, üstü məsələn 3 müsbətdirmi? Elektronları toplayıp 3 çıxırsan. Çünkü 3 müsbət deməkdir ki, bu 3 tane elektron itirib. 3 tane elektron əksikdir bunda. O mənada yəni gəlirik və ya çıxırıq yoldaşlar. Diqqətli olmaq lazımdır. Bu sual isə yoldaşlar, deməli normalda bizim kitabda baxmısınızsa əgər, belə qrafikimiz var ki, madəni qızdıranda qızır isinir əvvəlcə. Burada deməli temperatur sabit qaldığı an onun da bundan geniş danışmıram. Geniş danışmışıq bunu ayrıca video izahda. Ki yəni bu onun əriməsini, daha sonra qızdığı zaman yenidən isinir və növbəti halda da qaynadığını göstərir yəni. Şimdi burada bu grafik onun tersidir. Yani artık soyma prosesi aparılır. Gaz agregat halından eğer biz başlayıp soyduruqsa, gaz agregat halından kondensləşib çevrilir maye agregat halına. Gazdan mayeye. Onda bu hissə gazdan mayeye, mayeden qaza keçid nədir? Qaynama temperaturudur. Yani bu T1, T qaynama temperaturudur bura. Mayeden gəlir, baxıram ki, zaman oxundan keçdi getdi mənfi rübə. Əgər mənfiyə doğru gedirsə, o zaman deməli maye bərkiməlidir, donmalıdır. O zaman donma temperatürü düşdü mənfilərə. Hara düşdü Allah bilir də. Buralarda harda olacaq bilmirəm onu. Amma bir onu bilirəm ki, mayenin bərkiməsi artıq donma temperatürü, ərimə temperatürü mənfi rübdə olacaq. Mənfi temperaturda olacaq. Da burası sonraki məsələdir. A maddesi T1 anında donur. Yox. A maddesi T1 anında qaynadı veya kondensləşdi. T1 anında baş verən proses endotermik prosesdir. Kondensləşmə eksotermik prosesdir. Yazıram bura təkrar olaraq. Bərk, maye, qaz. Bərk, maye, qaz. Bərkdən mayeye, mayeden qaza endotermik prosesdir. Bərkdən mayeye, mayeden qaza endotermik prosesdir. Yəni mənfi kü, mənfi kü. Niyə? Buzun əriməsi üçün deyirik ki, gərək günəş çıxsın ki, günəş bir istilik versin ki, buz ərisin. Deməli, buz istiliyi udur əriyir, mənfi küdür. Maye halda maddə qaynamalıdır. Necə qaynayacaq maye halda maddə? Suyu qoymuşam qazın üstünə. Qaynaması üçün gərək qazı yandırım, o enerjini udsun.
Enerjini udsun. Məsələn, sayğac orada yazır, düzdürmü? Enerjini bizdən udur da o deməli. Udur ki, qaynayır deməli. Qazı yandırırıq. Bizdən enerjini udur, qaynayır. Deməli, bərkin mayeyə, mayenin qaza bu istiqamət mənfi küydür. Bir istiqamət mənfi küydürsə, onun əksi müsbət küydür yoldaşlar. Daha sonra A maddəsi mənfi temperaturda əriyir. Mənfi temperaturda. Hə, bax burası doğrudur. Çünki dedik axı bayaq, donma və ya ərimə mənfi temperaturlara düşdü. A maddəsi otaq şəraitində bərk halda ola bilər. Otaq şəraiti olacaq 20-25 dərəcə. Axı otaq şəraiti buralardır. Müsbət rüb. 20-25 dərəcə. Burada maye halda daxil. Bərk halda mənfi temperaturdur. Sonra Daha sonra növbəti sualımızda molekul modeli verilmiştir. Etanol spiritinə aiddir. Həmin modeldəki kürəcikləri hesab etməklə sirkə turşusunun molekul modelini qursaq, aşağıdakilərdən hansı olar? Arkadaşlar, etanolun formulu bilirsiniz ki C2H5OH-dır. Yəni CH3COH. Bu bizim etanol molekulumuzdur. Görünür ki, burada 6 dənə hidrogen var. Deməli, boz kürəciklər bizə hidrogenləri göstərir. Bir dənə oksigen var. Qırmızı kürəcik bizə oksigeni göstərir. Qara kürəcikdə 2 dənə olduğu üçün bizə karbonu göstərir qara kürəcikdə. İndi sirkə turşusunun formulu CH3COOH-dır. Sirkə turşusunda deməli 2 dənə oksigen var. Axı qırmızı kürəcik bizə oksigeni göstərirdi. Deməli sirkə turşusunda 2 dənə qırmızı kürəcik olmalıdır. Onda elə cavab aşkar olunur ki, D bəndidir. Yox, indi birdən 2 dənə qırmızı kürəcik olan başqa bir model vermiş olsaydım, onu da artıq analiz edəcəksiniz karbon sayına görə. Məsələn, burada 3 dənə də baxıram ki, karbon var. 1, 2, 3 dənə karbon var. Deməli, bu sirkə turşusuna uyğun deyil. Burada bir dənə variant var. 2 dənə qırmızı olan üzürü sayına, ona baxmadım heç. Bax, görürsünüz? Deməli, karbon sayına da baxmaq lazımdır. D bəndi deyilmiş cavab. Az qala taşırdım mən də. Karbon sayına da baxmaq lazımdır. D bəndində karbonun sayı qara kürəcik 1, 2, 3 dənədir. Axı sirkə turşusunda karbonun sayı 2 dənədir. Deməli, 2 dənə qırmızı kürəcik olan oksigen. Bu A bəndə uyğun gəlir, C ilə D uyğun gəlmir, C ilə B uyğun gəlmədi. Qaldı, deməli burada C, 2 dənə də burada karbon var, C2. A bəndi düz gəldi. Deməli, arkadaşlar, birinci qırmızı kürəciklərdən oksigenlərdən yanaşırıq. 2 dənə oksigen olduğu üçün başa düşürük ki, mütləq bu 2 dənə qırmızı kürəcik olmalıdır. A və D bəndində var. D bəndində 3 dənə karbon, 3 dənə qara kürəcik var deyə götürə bilməliyik. Çünki sirkə turşusunda 2 karbon var. Bu belə davamında. Hansı ifadə doğrudur? Qarışıqların tərkibi sabitdir. Yox. Saf maddələrdən sadəcə kimyəvi elementlərin fiziki xassələri. Yox. Kimyəvi element oldu, kimyəvi birləşmə oldu. Sabitdir. Qarışıqları fiziki üsullarla tərkib hissələrinə ayırmaq olur. Doğrudur. Çünki qarışığı məsələn distillə, nə bilim, buxarlandırma, kristallaşdırma kimi yollarla ayırmaq olar. Saf maddələrin tərkibinə daxil olan elementlər öz fərdi xassələrini saxlayır. Yox, saxlamır. Qarışıqların tərkibinə daxil olan saxlayır. Ki, məsələn, demişik hava və su. Havada da oksigen var, suda da oksigen var. Amma biz suda nəfəs ala bilmirik, havada nəfəs ala bilirik. Havadakı oksigen qarışıq içərisində olduğu üçün o öz fərdi xassələrini saxlayır. Sudakı oksigen kimyəvi birləşmənin içində olduğu üçün o öz fərdi xassələrini saxlamır. Kimyəvi birləşmənin içində fərdi xassələr qalmır. Amma qarışığın içində qalır. Məsələn, yenə natrium xlor. Xlor zəhərli qazdır. Amma xörək duzu bizi zəhərləmir. Çünki orada xlor kimyəvi birləşmənin içərisindədir. Bu verilmiş qarışıqların hansı digərlərindən fərqlidir? Deməli, arkadaşlar, neft emulsiyadır. Yəni, emulsiya nədir? Allahu Ekber. Homogen qarışıqdır. Bildim. Neft homogen qarışıqdır. Suyu buradan baxdım, yarıyamalaq götürdüm sualı. Deməli, neft homogen qarışıqdır yoldaşlar. Bilirsiniz ki, neft ilə suyun qarışığı emulsiyadır yoldaşlar. Neft ilə suyun qarışığı emulsiya. Neft ilə su emulsiyadır. Amma neftin özü homogen qarışıqdır. Niyə? Çünki neft içərisində yüzlərlə karbon saxlayan bir maddədir. Və neftə baxanda sən bir qara kütlə kimi görürsən onu. Qara mayedir. İçərisində nəyin olduğunu görə bilmirsən. Və yaxud olsun benzinə.
Benzinə baxanda valideynləriniz maşına benzin içində bəlkə də görmüsünüz. Benzinin tərkibində o qədər başqa karbogenlər var ki, amma sən ona kənardan baxanda görə bilmirsən, gözlə ayırd edə bilmirsən. Deməli, neftdir, benzindir, bunlar homogendir. Həmçinin polad da homogendir. Şəkər plus su da homogendir. Amma duman heterogen qarışıqdır. Heterogen. Buna aerozol da deyirlər. Aerozol yaza bilsəm əgər. Aerozol da deyirlər buna. Aerozola ehtiyac yoxdur bilməyə. Duman heterogen qarışıq olduğunu bilin kifayətdir. Növbəti maraqlı və çətin sualımız. Deməli, burada yoldaşlar, 1 və 2 qabları verilib. Baxıram ki, birinci qabımda mənim qabın içərisində mayenin həcmi azdır. İkinci qabın içərisində A mayesinin həcmi daha çoxdur. Bunların qaynama temperaturlarını müqayisə etməliyik ki, bilirsiniz ki, yoldaşlar, bir maddəni qızdıranda haradakı temperatur sabit qalır, həmin nöqtə qaynama temperaturunu göstərir. Qaynama temperaturunu göstərir. Deməli, qaynama temperaturuna baxanda görürəm ki, maddə ümumiyyətlə sabit şəraitdə təzyiqdə, yəni sabit təzyiqdə. Baxın yoldaşlar, diqqətli olun. Bəzən məsələn dağın dibində, dağın ətəyində suyun qaynaması ilə dağın başında suyun qaynaması eyni olmur, bilirsiniz ki. Təzyiq dəyişəndə suyun qaynaması da dəyişir. Bu başqa məsələ. Amma sabit təzyiqdə suyun, məsələn, və ya başqa maddənin fiziki xassələri sabitdir deyirik. Niyə sabitdir deyirik? Çünki onun miqdarından asılı olmayaraq qaynama temperaturu həmişə, məsələn, su üçün 100 dərəcədir. 1 atmosfer təzyiqdə suyun qaynama temperaturu 100 dərəcədir. İstər bu 1 litr su olsun, istər 10 litr su olsun. Bizim çaşdığımız nədir? Məsələn, valideynimizdən soruşsaq deyər ki, çaydanın içərisinə azca su qoyub qaynatsam tez qaynayar, çox su qoyub qaynatsam gec qaynayar. Bunu hamınız təsdiqləyirsiniz də. Çaydana biraz su qoydum, tez qaynayır. Amma ağzına kimi dolduranda yarım saata qaynayır. Niyə? Bunun səbəbi qaynama temperaturlarının fərqli olması deyil. Hər iki halda A maddəsi yenə 100 dərəcə temperaturda qaynayır. Yenə eyni temperaturda qaynayır. Bəs fərq nədir? Fərq odur ki, birinci qabda A mayesinin həcmi az olduğu üçün o 100 dərəcə temperatura daha tez gəlib çatır. İkinci qabda A mayesinin miqdarı, həcmi daha çox olduğu üçün onun molekulların sayı çoxdur axı orada. O molekulların 100 dərəcə çatması daha çox zaman alır. Yəni qaynama temperaturu hər iki qabda eyni maye olduğu üçün eyni olmalıdır. Bəs nə fərqli olmalıdır? Onların 100 dərəcəyə çatdığı zaman eyni olmamalıdır. Biri gec çatmalıdır o zamana. Yəni hər ikisi 50 dərəcədə qaynamalıdır. Amma birinci qabda 40 saniyə qaynayırsa, ikinci qab 80 saniyə qaynamalıdır məsələn. Məntiq aydındır? 80 saniyə mən şərti göstərmişəm indi orada. Əsas odur ki, ondan böyük bitən zamanda olsun. Ki, yəni qaynama temperaturları mütləq eyni olmalıdır. Miqdardan asılı deyil. Həmçinin maye maddələri üçün sıxlıq da, bir atmosfer təzyiqdən danışırıqsa, eyni şəraitdən sıxlıq da asılı deyil. Yəni suyun istər bu qabdakı suyun sıxlığı da eynidir, bu qabdakı suyun sıxlığı da eynidir. Sıxlıq və qaynama temperaturu bunlar həcmdən, miqdardan asılı deyillər. Sabit təzyiqdə hər ikisi sabit olan şeydir yoldaşlar. Ona diqqətli olmaq lazımdır. Yəni 50 dərəcə 50 dərəcə. C və D bəndləri uyğun gəlir. Amma D bəndində hər ikisi eyni anda qaynayır. Eyni anda qaynamaz axı. Çox tökdüyüm gec qaynayar. Qaynama temperaturları eyni olar həmişə. Sadəcə yenə deyirəm, hansındakı həcm çoxdur, onun həmin o temperatura çatması çox zaman tələb eləyir. Eyni temperatura çatmalıdırlar. Bunu unutmuruq. Bax, belə sual qabağımıza çıxa bilər. Deməli, burada baxıram ki, sadəcə molekullar bir-birindən uzaqlaşıb. Molekulların tərkibi dəyişməyib. Eyni molekullardır hər biri. Eyni molekul olduğu üçün kimyəvi tərkib dəyişə bilməz. Sadəcə molekul, maddə maye haldan qaz halına keçib deyək ki, molekulların hərəkət sürəti artır deyə bilərik. Bəli. Hərəkət sürəti artır. Kütlə dəyişmir. Yəni, tərkib dəyişmir ki burada. Sadəcə molekullar uzaqlaşır da bir-birindən. Təcrübəçi maddənin həll olma qabiliyyətini müəyyən etmək üçün
200 milli həcmi olan kimyəvi stəkanı yarısına qədər su ilə doldurdu. Üzərinə 90 qram duz əlavə edərək doymuş məhlul aldı. Yarısına qədər su ilə doldurmuşamsa, 100 qram su ilə doldurmuşam. 100 qram su 90 qram özündə duz həll eləyərək doymuş məhlul alıbmış deməli. Deməli, belə çıxır ki, 100 su özündə 90 qram duz həll eləyir. Daha sonra isə bu məhlulun üzərinə stəkan tam dolana qədər su əlavə etdi. Yoldaşlar, stəkan tam dolana qədər su əlavə edib, amma bilmirəm nə qədər su əlavə edib. Düşünməyək ki, bax, məsələn, mən bu yarıya qədər 100 milli su əlavə eləmişəm. Üstünə 90 qram duz gələndən sonra düşünməyin ki, daha tam doldurmaq üçün əlavə 100 milli su gəlməliyəm. Yox. Niyə? Çünki axı mən bura duz gələndə o məhlulun, o stəkanın həzmi müəyyən qədər daşacaq. Adi səhər şirin çay hazırlayanda çayınızı doldurursunuz. Pesok tökən kimi baxırsan ki, çay daşır stəkandan. Axı sən ora maddə əlavə etdiyin üçün onun həcmi artıraq müəyyən qədər. Sən duz gələndə müəyyən qədər həcmi artacaq. Artıq sən o stəkanı doldurmaq üçün 100 milli su əlavə eləməli deyilsən. Bəlkə 90, bəlkə 60, bilmirəm də burasını. Amma 100 milli su gəlmirsən. Duz tökəndə artıq, pesok tökəndə artıq onun həcmi müəyyən qədər artır. Sən əlavə də daha az su gələ bilirsən. İndi baxaq. Üzərində 90 qram, daha sonra isə tam doldurduq. Hə, indi bir məsələ var. Əgər mən bunu tam doldurmuşamsa, deməli bu stəkanın həcmi ümumi 200 millidirsə, məntiq burasıdır ki, stəkanın həcmi 200 milli olduğu üçün tam dolu stəkan 200 milli olacaq. Burası mütləqdir. Tam dolu stəkan mütləq 200 milli həcm tutmalıdır. Mən onu doldurmuşamsa 200 milli mənim deməli həcmim var. Rho bərabərdir M böl V şərtinə görə M bərabərdir buradan rho vur V'yə. O da bərabərdir. 200 milli vur 1/2 sıxlıq. Eləyir 240. Deməli bu 200 qramlıq, 200 millilik üzrü sayın stəkan ağzına kimi 200 milli həcmi doldursa, onun kütləsi 1/2-yə vurduğumuz üçün 240 qram olacaqmış. Sən demə bu qabda artıq 240 qram maddə var. Mən nə qarmışdım bəs? 100 qram suya bayaq 90 qram duz tökmüşdüm. Yəni 190 qram məhlul almışdım. 190 qram məhlul almışdım. Bu aldığım 190 qram məhlulun üzərinə 240 qram olması üçün nə qədər su əlavə eləməliyəm? Plus 50 qram su əlavə eləməliyəm. 50 qram su. Deməli, belə çıxdı ki, yoldaşlar, bu ifadələrdən biz qaba sonradan 50 qram su əlavə eləmişik. Deməli, nətər oldu? Həcm 200 milli olmalıdır ümumilikdə. Çünki stəkan doldurulursa, həcm 200 millidir dolu stəkanın. Və yaratdığım məhlulun sıxlığı 1/2 olduğu üçün o qabın içində dolu halda 240 qram kütlə olmalıdır. Mən 100 qram suyu bayaq tökmüşdüm, 90 qram duz əldə eləmişdim. Yəni qabın içində əvvəl 190 qram maddə var idi zaten. Axı yekun 240 qram olmalıdır. Deməli, plus 50 qram bura mən su əlavə eləmişəm. İndi deyirəm, doymuş olması üçün neçə qram duz əlavə eləməliyəm? Deməli, mən bura sonradan 50 qram su əlavə eləmişəmsə, ona uyğun duz tökməliyəm ki, doymuş olsun. 100 su, 90 duzu həll eləmirdimi bayaq? Əlavə elədiyim 50 su nə qədər duzu həll eləyər? 100 su, 90 duzu, 50 su x suyu. 50 su x duzu. 45 qram eləyər. Kifayət qədər RFM üçün ağır və çətin tipli sual məncə sayılır. İşləməyiniz lazımdır bunu. Daha sonra kağız xromatografı arasında qət etdiyi məsafəni qeyd etdi. Hansı ifadə doğrudur? Hər üç nümunə qarışıqdır. B nümunəsi qarışıq deyil. Çünki bir dənə içində rəng alınıbsa, o bir maddədən ibarətdir. Yəni qarışıq deyil, safdır. B maddəsi kimyəvi mütləq doğrudur. B maddəsi kimyəvi elementdir, doğrudur. A və C nümunələrinin tərkibində və o A və C nümunələrinin tərkibində var. Hə, B maddəsi kimyəvi elementdir yazmışam. Axı B maddəsi nə bilirəm kimyəvi elementdir? B maddəsi saf maddədir, saf. Axı saf maddə kimyəvi element də ola bilər, kimyəvi birləşmə də ola bilər. Ona kimyəvi element demək mütləq doğru deyil axı. Sarı rəngli maddə sizdə az əlli olur. Axı sarı rəngli maddə ən yuxarı məsafəni qət eləyən maddədir.
onda həlledicidə ən yaxşı həll olan maddədir. Bu da doğru. Bu həlledicidə az həll olur deyir. Bu səhvdir. Ən yaxşı həll olan budur. C nümunəsindən B maddəsini ayırsaq, C nümunəsindən B-ni, yəni B sarı rəngli maddədir. C-dən sarı rəngli maddəni B-ni ayırsaq, bir dənə qalır burada. Nədir, nə rəngdir? Mavidir mi, nədir? Mavi rəngli maddə qalır. Deməli C-dən sarını ayıran da mavi. Yerdə saf maddə qalar. Bu doğrudur, bəli. Hansı ifadə doğru deyil? Deməli arkadaşlar, bayaq yazdım bunu sizə. Bərkdən mayeyə, mayədən qaza. Bu istiqamət mənfi küdür. Bunun əksi istiqaməti isə müsbət küdür. Yəni geriyə yolumuz müsbət küdür. Suyun donması eksotermikdir. Donma mayədən bərkə deməkdir. Mayədən bərkə müsbət küdür. Yodun sublimasiyası endotermikdir. Sublimasiya bərkdən qaza endotermikdir. Dəmirin əriməsi endotermik prosesdir. Ərimə bərkdən mayəyə. Bəli, endotermikdir. Kükürdün kondensləşmə qazdan mayəyə. Qazdan mayəyə müsbət küdür. Müsbət kü eksotermikdir, endotermik olmaz. Verilmiş məlumatlara əsasən C-ni müəyyən edin. Şəkər C12, H22, O11. C12, H22, O11-də deməli 12 plus 22 34, bir dənə də 11 45. 45 atom var bir molekulda. 45 atom var. Metan qazında da 45 atom var. Yaxşı, metan atom sayını da axı. Metan qazının bir molekulunda CH4-dür. 5 atom var. Metan qazının bir molekulunda 5 atom varsa, 45 atom olması üçün metan qazından gərək 9 molekul götürüm ki, 9 vur 5 45 eləsin. Deməli, metan qazı 9 molekuldur. 9 dənə molekul var. Amonyak qazı 9 molekul var. A-da axı bunların molekul sayı. 9 dənə amonyakda 9 vur NH3, 9 vur 4-ü nə eləyir? 36. Deməli, burada 36 atom olmalıdır. İzotop atomlarda eynidir. İzotop atomlarda nə eynidir? Kimyəvi xassisə eynidir. Fiziki xassisə fərqlidir. Yayılma faizi. Yəni biz orta kütlə ədədini bunun üzərindən tapırıq. Yayılma faizi fərqli olur. Kütlə ədədi də mütləq fərqli olmalıdır. Neytron sayıları fərqli olduğu üçün, məsələn, hidrogen 1, 0, 1, hidrogen 1, 1, 2. Neytron sayı fərqlidirsə, onların cəmi də mütləq fərqli olmalıdır. Bu qədər dəyərli yoldaşlar. Yəni bu RFM yarım final üçün çətin tipli sınaq sayılır. İnşallah yəni gözəl nəticə göstərərsiniz hər biriniz. Hamınıza yarım final turunda uğurlar arzulayıram. Medal qazanmağınız diləyilə yoldaşlar.